xərçəng bürcləri Plutonda və bunlar üçün azadlığa çıxmaq, ya kimi boşanar, azad olarlar. Bəziləri kirayədə yaşayırsa yeni evə köçə bilərlər öz evlərinə. Kimisi ola bilər ki, yeni öz işini quracaq, kimisi əlinin altında işləməyəcək artıq. Bəzi xərçənglər olacaq ki, özləri üçün yeni əşyalar alacaqlar. Sanki yenilik, necə deyim, sanki bir azad olmaq. Azadçılıq təkcə boşanıb çöllərə düşmək anlamında deyil. Bəziləriniz belə yazırsınız, təəssüflər olsun. Yəni bu mənada deyil. Həyata baxışınız dəyişəcək. Yəni bax bu cür. Keçmişi yadınıza salıb keçmişlə yaşamayacaqsınız. Keçmişi xatırlamayacaqsınız. Şir bürcləri. Şirlər üçün də yeni dil, yeni məşğələ, yeni qruplar. Ümumiyyətlə şirlər üçün xarici ölkə, xaricdə yaşamaq və yaxud xaricdəki işlə onlayn işləmək, xaricdən gələn məhsulları qəbul edib ya satmaqmı, ya onları brendləşdirmək, öz etiketinizlə, öz işinizi qurursunuz, amma xariclə. Və xarici dillərdə danışıq çıxır sizə, xarici dildə danışıq. Qız bürclərinə nə çıxır? Qız bürcləri, baxın, deməli, bu ay tutulması ən çox balıqlara, qızlara və xərçənglə qoçlara düşür. Xərçəngləri dedim sizə, indi qız bürclərinə gəlirik. Qız bürclərində də demək ki, keçmişi xatırlayacaqsınız. Keçmişi. Keçmişdən düyünlər var. Məsəl üçün sizə deyim, karmik düyünlər, keto düyünlər belə deyilir. Keto hesablaması ilə sanki o keçmişi xatırlayıb özünüzə nəsə gələcək üçün nəticə çıxaracaqsınız. Ümumiyyətcə, ola bilər yeni məşğələ olsun sizin üçün, yeni iş növü olsun. Ola bilər köhnə işdən çıxarsınız, yeni işə, ya müdürünüz dəyişər, ya ümumiyyətcə deyərsiniz, mən burada işləmirəm artıq, işdən azad olurum, digər işə keçirəm. Yeni iş çıxır, yeni məşğələ çıxır. Qız bürcləri üçün yeni qazanc çıxır. Axır ki, nəhayət ki, qurduğunuz uzun zaman planların bir bəhrəsini görəcəksiniz, bir miqdarının bəhrəsini və qız bürcləri üçün yeni tanışlıqlar çıxır. Həyatınıza tez adamlar gələcək, yeni adamlar, amma bu keçmişdəki olan adamlarınıza bənzəyən adamlar olacaq. Təkrara yol gəlir və təkrarlanır. Ona bənzər bir şeyləri yaşayacaqsınız. Tərəzi bürcləri üçün yeniliklər bu çıxır. Bacı və ya qardaşın hansısa bir işinə kömək, yardım, bir yerdə iş görmək, ya yardım edərsiniz. Ya siz, ya bacı, ya qardaş, ya ata, ya ana, ailə daxili adamlarla, yəni siz bir biznes, iş qurarsınız və yaxud da ki, əl-ələ verərsiniz, şərikinə işləyərsiniz. Ümumiyyətlə, tərəzi bürcləri üçün yeni kollektiv, yeni qruplar çıxır, yeni çevrə çıxır. Bu övladlarınızın ola bilər, bu övladlarınızın ola bilər, çevrəsi, qrupları və yaxud özünüzün, ola bilər ikinci iş kimi məşğələ bir iş taparsınız özünüzə. Əqrəb bürcləri üçün. Əqrəblər biraz söz-söhbətə, biraz problemlərə başları qarışıq, biraz hansı köhnə keçmiş söhbətlərin açılmağı, köhnə problemlərin həllini çalışırlar özləri üçün, beyinlərini o şeylərə yorurlar. Amma onları atmasız bir kənara, çünki sizi yeni dostlar, yeni qruplar gözləyir və ola bilər ümumiyyətcə yeni çevrə olsun. Bu tədris ili ilə əlaqədar ola bilər, məktəblə oxuduğunuz bir yerdə, müəssisədə və yaxud işlədiyiniz, ola bilər yeni buğalteriniz gələr, yeni müdürünüz dəyişər, yeni çevrəyə başınızı qatmalısınız, köhnə söhbətlərə yox. Və yeni nələrsə alacaqsınız, ya yeni ev dəyişərsiniz, yeni ev alarsınız və yaxud nələrsə yenidən alacaqsınız, sıfırdan. Sıfırdan, təkcə geyimdən söhbət gedmir, ola bilər və yaxud da ki, hər şeyi yeniləyərsiniz. Ev olsun, interyer, mebel, yəni mebel olsun, stil geyim olsun, fərq etmir. Ox atanları səyahət gözləyir, ox atanları uzaq səfər gözləyir, ox atanlar sənətlə, başları bir sənətə qarışacaq, viza almaq, ya pasport düzəltmək, ya ki, hansısa sənətləri toplamaq, tədris üçün, oxumaq üçün və yaxud ola bilər iş üçün CV verərsiniz və yaxud harasa sənət toplayarsınız və yaxud hansısa sənətlərin notariusdan keçməyinə hazırlaşarsınız, amma bu biraz məsələ uzun çəkir də, sırası qısa olmur. Və ümumiyyətcə yeni əşya çıxır sizə də, amma bu yeni əşya maşın ola bilər, yeni cihaz ola bilər, yeni çamadan ola bilər, yeni çanta ola bilər. Yəni hansı cihaz ki, hansı əşya ki, siz bundan səfər edərsiniz, yola çıxarsınız.